Salam, hər vaxtınız xeyirli olsun, dəyərli Əmlak City kanalının izləyiciləri. Bu günləri sizlərə Yeni Yasamalda Əsəd Əhmədov küçəsində yerləşən 12 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən gözəl təmirli bir mənzilimizlə sizi tanış etmək istəyirəm. Bura gördüyünüz kimi mənzilimizin giriş hissəsidir. Mənzilimizin giriş hissəsi isti döşəmədən ibarətdir. Mənzilimiz 2 otaqdan 3 otağa düzəlmədir. Euro təmirdir. Mənzilimizin ümumi sahəsi 106 kvadratdır və mənzilimiz ipotekaya tam yararlıdır, sənəti kupçadır. Bura isə mənzilimizin qonaq otağı hissəsidir. Gördüyünüz kimi mənzilimizin qonaq otağı genişdir, işıqlıdır, yel çəkəndir, gün düşəndir. Ən əsası da odur ki, binanın qarşısı tamamilə açıqdır. Qeyd etmək istəyirəm ki, videoda gördüyünüz bütün əşyalar qiymətə daxildir. Qiyməti isə sonda qeyd edəcəm. İndi isə gəlin sizi mənzilimizin digər hissələri ilə tanış edeyim. Bura isə mənzilimizin eyvan hissəsidir. Gördüyünüz kimi mənzilimizin eyvan hissəsi də kifayət qədər genişdir və mənzilimizin qarşısı açıqdır. Gördüyünüz bu otaq isə mənzilimizin bir yataq otağıdır. Burada da gördüyünüz bütün əşyalar satış zamanı mənzilin içində qalacaq. Mənzilimizin start qiyməti aşağıda şərh bölməsində qeyd ediləcəkdir. Gördüyünüz kimi bir yataq otağı kimi çox geniş və gözəl yataq otağıdır. Müxtəlif rakurslardan otağı sizə təqdim etməyə çalışıram. İndi isə gəlin keçək mənzilimizin növbəti yataq otağına. Bura isə mənzilimizin növbəti yataq otağıdır. Gördüyünüz kimi bu yataq otağı da kifayət qədər genişdir, işıqlıdır, yel çəkəndir, gün düşəndir və gördüyünüz bu mənzildə görülən əşyaların hamısı qalacaqdır, mənzildə qiymətə daxildir. Bu yataq otağımızın digərlərindən fərqi isə bundan ibarət ki, bunun ayrıca sanuzeri mövcuddur. İndi isə sizə həmin sanuzeri təqdim edirəm. Gördüyünüz kimi otağa daxil olan ayrıca sanuzerdir. Bura isə mənzilimizin mətbəx hissəsidir. Mətbəx kimi də kifayət qədər gözəldir, təmirlidir, bütün avadanlıqlarla təchiz edilibdir. Mənzilimiz 3 otaqdan ibarətdir. 12 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Mənzilin ümumi sahəsi 106 kvadratdır. 3 otaqdır, ipotekaya tam yararlıdır. İndi isə gəlin mənzilimizin digər sanuzeri ilə tanış edim. Bura isə mənzilimizin sanuzeridir. Gördüyünüz kimi sanuzerdə bütün avadanlıqlarla təchiz edilibdir. Alana da, satana da xeyirli olsun.